Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi işğaldan azad olunan ərazilərdə yəni əhalinin qayıdış prosesi təmin olunur və həmin ərazilərdə könüllü proqramının da təşviq olunması ilə bağlı işlər görülür. Bununla bağlı müəyyən addımlar atılır və artıq bugündən etibarən Cəbrayıl könüllüləri qrupuna qeydiyyat başlayır və bununla bağlı hazırda biz mətbuat konfransında iştirak edirik və bizdə hazırda detallı informasiyaları Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürov informasiyaları bizə təqdim edəcək. Xoş gördük Nail bəy. Buyurun detallı informasiyaları sizdən eşidək. Müzəffər Ali Başkomandan cənab Prezident İlham Əliyevin çağrışına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə kökləri o torpaqlara bağlı olan gənclərin cəlb edilməsi çağrışına uyğun olaraq tərəfimizdən Qayıdış Könülləri proqramı formalaşdırılmışdır. Hazırda proqram çərçivəsində 5 könüllü qrupu, Şuşa könülləri, Zəngilan könülləri, Ağdam könülləri, Laçın könülləri və Füzuli könülləri qrupları fəaliyyət göstərməkdədir. Bugün isə növbəti sayca 6-cı könüllü qrupunun, Cəbrayıl könülləri qrupunun açıq elan edirik. Müraciətlər bugündən etibarən başlayır və 20 may 2025-ci il tarixinə qədər davam edəcəkdir. Proqrama müraciət etmək istəyən yaşı 18-25 yaş, 29 yaş arası olan əslən Cəbrayıl rayonundan olan gənclər Qayıdış Könüllü az saytı vasitəsilə proqrama müraciət edə bilərlər. Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsinə cəlb olunacaqlar. Bütün bu mərhələləri keçəndən sonra artıq gənclərimiz Cəbrayıl könüllüləri statusunda Cəbrayıl rayonu ərazisində könüllü fəaliyyətinə cəlb olunacaqlar. Təşəkkürlər. Çox son informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir də xatırladım ki, işğaldan azad olunan ərazilərdə hazırda 5 istiqamət üzrə könüllü proqramı fəaliyyət göstərir və bugün artıq sadəcə 6-cı olan Cəbrayıl könüllüləri proqramı da fəaliyyətə başladı və elə tələblər hansılardan ibarətdir? Bununla bağlı detalları da eşitdik və diqqətinizə də çatdırdıq. Bizdən bu qədər, söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatı bizə ötürdüyün üçün. İndi isə digər bir bağlantımız olacaq.